Hazırda TRIP layihəsinin maliyyələşdirilmə modelinin müəyyənləşdirilməsi üzərində işləyirik. Bu məsələ ilə bağlı fəal iş gedir. Bunu Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Konstantiyan Antalyada Azərbaycan mediasına açıqlamasında bildirib. O, Bakı ilə İrəvanın artıq sülh şəraitində olduğunu da diqqətə çatdırıb. Yanvarın 13-də Ermənistan və Amerika Birləşmiş Ştatları TRIP icra çərçivəsini qəbul etdikdən sonra biz maliyyələşdirmə modelinin müəyyənləşdirilməsi üzərində aktiv işləyirik. Həmçinin Ermənistanda qeydiyyatdan keçməli olan şirkətin necə yaradılacağını planlaşdırırıq. Çox aktiv iş gedir. Paralel olaraq Amerikalı tərəfdaşlarımızla birlikdə mümkün marşrutlar üzrə texniki iqtisadi əsaslandırma da aparırıq. Hansı ki, müxtəlif nəqliyyat xətlərinin hardan keçəcəyini müəyyən edəcək. Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Bildiyiniz kimi saziş ilkin şəkildə razılaşdırılıb və biz Azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası üzərində işləyəcəyik. Ermənistan və Azərbaycan artıq regionda kommunikasiyaların qarşılıqlı əsasda açılması ilə bağlı siyasi öhdəlik götürüb və biz hazırda bu istiqamətdə işləyirik.